Yəni, əgər bizə sual verilsə ki, fərdi iş formasının üstün tərəfi nədir? Biz deyəcəyik ki, özünü dəyərləndirməyi bilir. Yəni, özünü təhlil etməyi bilir, özünü qiymətləndirməyi bilir, özünü daha yaxşı tanıyır. Bu üstün tərəfləridir. Amma Məsuliyyət bizdə də ki, yaza bilərik müəllim ora. necə? Məsuliyyətli olmağı da yaza bilərik. Məsuliyyətli olmaq hamısında olur. Onunla əlaqəli deyil. Amma çatışmayan tərəfində isə belə deyirsiniz ki, baxın, şagird sayı çox olanda fərdi işi həyata keçirmək çətin olur. İkinci bir məqamda isə sosiallıq olmur. Əməkdaşlıq bacarığı zəif olur. Sonra ünsiyyət bacarığı zəif olur. Baxın, özünüz düşünün. Hər şey daima tək edən biri, bütün məsələn deyək, məşğələlər olsun, tapşırıqlar olsun, ancaq tək işləyən biri sosiallığı sevəcəkmi sizdə? Ünsiyyəti sevəcəkmi? Xeyr. Ona görə də əməkdaşlıq, ünsiyyət, sosiallıq nə olmuş olacaq müəllimlər? Zəif olmuş olacaq. Aydın